İngiltərə Premyer Liqasındakı möhtəşəm Şimali London derbisi, yəni Arsenalla Tottenham'in oyunu haqqında bilməli olduğunuz əsas məqamlardır. Baxın, bu həftə sonu bizi sadəcə bir maç gözləmir. Bu, həm çempionluq yarışına, həm də illərin prinsipial rəqabətinə birbaşa təsir edəcək bir toqquşmadır. Birincisi, gəlin Arsenalın möhtəşəm formasına baxaq. Komanda tam 14 oyundur ki, uduzmur. Premyer Liqanın zirvəsindədir və ən yaxşı müdafiə xəttinə sahibdir. Amma bilirsiniz, ciddi bir problem var. Əsas mərkəz müdafiəçiləri Gabriel Magalhaes'in zədəsi onlar üçün həqiqətən böyük itkidir. Baş məşqçi Mikel Arteta komandadan ev oyununda güclü bir xarakter göstərmələrini gözləyir. İkincisi, Tottenham. Onlar bir qədər qeyri-sabit mövsüm keçirirlər. Mövsümləri gah parlaq qələbələrlə, gah da uğursuz nəticələrlə yadda qalıb. Sar və Kolomuani kimi bəzi oyunçular heyətə qayıtsa da, Madison, Kulusevski və Bissouma kimi əsas fiqurlar hələ də sıradan çıxıb. Bu da onların hücum planlarına mütləq təsir edəcək. Və nəhayət, oyunun taktikası və o tarixi məqam. Hər iki məşqçinin də intensiv pressingə və meydanın mərkəzi uğrunda mübarizəyə üstünlük verəcəyi gözlənilir. Amma bir də statistik bir fakt var ki, bu çox maraqlıdır. Tottenham 2010-cu ildən bəri Arsenalın meydanında liqa oyununda qalib gələ bilmir. Bu artıq sadəcə bir statistika deyil, əsl psixoloji bariyerdir. Liderin öz mövqeyini qorumaq cəhdi ilə rəqibin uzun sürən uğursuzluq seriyasına son qoymaq istəyi bu derbini payızın ən gərgin maçlarından birinə çevirir.